Məni uğura aparan yol uğurun özündən çox düşündürür. 10 il əvvəl Martin Ideni oxuyarkən heyran qaldığım və məni hədəfimə doğru motivasiya edən bu cümlə daha sonra həmin hədəfə çatdıqda əslində bunun nə qədər boş olduğunu, reallığın insana xoşbəxtlik yox, əzab verdiyini, amma bunun həm də ən faydalı bilgi olduğunu öyrətdi. Çün həyat sadəcə və sadəcə güc mübarizəsidir. Əvvəlcə onu qeyd edim ki, əsər çoxların bildiyi kimi sadəcə sevgidən bəhs etmir. Burada çox ciddi ictimai, siyasi, teoloji müzakirə və tənqidlər var. Martin aşağı təbəqə fəhlə sinfinə olan qaba, yabanı, amma azad ruhlu, həyatın hələ iyrənc tərəflərlə üzləşməyən, saf, səmimi, çirklənməyən bir obrazdır. Və maraqlıdır ki, əsər boyu nə qədər dəyişikliyə məruz qalsa da o ilkin xarakteri xüsusiyyətini, orijinallığını qoruya bilir və məhz onun faciəsi də elə buradan başlayır. Yuxarı təbəqədə olan bir xanımla tanışlığı onun içində fərqli bir duyğu yaradır. Sevgi, o sevgini ağlın ötəsində bir şey hesab edir, amma özünü sevgilisinə və onların mədəni səviyyəsinə uyğun hesab etmir. Buna görə də onların təbəqəsinə yüksəlmək üçün özünü yazıçılığa, mədəniləşdirməyə həsr edir. Lakin Martin sən saydığını say, gör fələk nə sayır. O bu yolda dəstək görəcəyini gözlədiyi halda tam əksi baş verir. Məhz onun yüksəlmək istədiyi təbəqə ona boş-boş işlərlə məşğul olduğunu, daha ciddi bir işin qulpundan yapışmasını tövsiyə edir. Hətta onun ən yaxınları belə onu anlamır və bu əsərdə marksizmin yadlaşma dediyi bir problemi yaradır. Məşəqqətli, keşməkeşli, uzun əzablardan sonra Martin istəyinə çatır, o məşhurlaşır və bundan sonra məhz o yüksəlmək istədiyi təbəqənin iç üzü ona əyan olur. Əsərin ən kritik məqamı əvvəllər Martinə ağ yub qara sərən həmin bu insanlar məşhurlaşandan sonra onu ziyafətlərə çağırırlar və bu zaman Martin içində düşünür ki, mən ac olanda siz mənə heç yaxın durmurdunuz, amma indi mənim yeməyə doyduğum bir vaxtda mənim şənimə təriflər yağdırırsınız. Nietzsche haqlıdır məqamında ləyaqətli idarə etmədən bütün güclülərin idarə etməyə layiq olmadığından bəhs edir. O məhz bildirir ki, siz burjua ikiyüzlüləri özünüz gücdən bəhs edirsiniz, amma zorakı güclərin qarşısında sorğu-sualsız biət edirsiniz, özünüzə intellektual qılığı yaratmısınız. Halbuki gücə layiq olmaq lazımdır. Martin artıq nə keçmiş həyatına qayıda bilir, nə də bu yüksəlmək istədiyi təbəqə ilə davam etmək istəyir. O, yüksəlmək istədiyi təbəqənin ikiyüzlüyünü, saxtakarlığını görür və anlayır ki, əslində əvvəlki həyatı daha azad, daha səmimi idi. Bax, burada əsərin əsas açar məqamı var. Martin Eden fərdiyyətçiliyin qurbanı olur. Bu müəllifin özü ilə də əlaqəlidir. Jack Londonun "Mən nə vaxt sosialist oldum" məqaləsi var. Orada qeyd edir ki, mən əvvəl güclü idim, amma bir müddət sonra anladım ki, insanı xoşbəxt edən ancaq cəmiyyətlə əlaqəsidir və o cəmiyyətin faydası üçün, azadlığı üçün çalışmalıdır. Və Martin məhz bunu bacarmır. Beləliklə Martin nə geri dönə, nə də irəli gedə bilir və dərin bir uçuruma yuvarlanır və bu duyğunun təsirindən xilas olmaq üçün o ölümü seçir. Maraqlıdır ki, o ölüm anında bildirir ki, bu acı həyatın acısıdır. Ölüm isə həyatdan fərqli olaraq bütün acılardan qurtaran azad edici bir qüvvədir.